Mədəniyyət xalqın formalaşmasında, inkişafında mühüm rol oynayan vasitələrdən biridir. Xoreoqrafiya Azərbaycanda da inkişaf etmiş sənət növlərindən biridir. Xoreoqrafiya elə bir sənət növüdür ki, hər bir hərəkətin öz dəqiqliyi və öz ifa tərzi olmalıdır. Məsəl üçün, bəy rəqsindəki bəyin papağını oxşamağı, yəni özünü göstərməyi, yəni burada bəy mənəm mövqeyini göstərir ki, yəni insanlara, əhaliyə göstərir ki, bəy mənəm. Papağını oxşayır, öz papağını göstərir, öz mərdliyini, cömərdliyini göstərir. Azərbaycan rəqs sənətinə sevgim daha uşaq yaşlarımdan başlamışdır. Müəllimim Rüfət Xəlilzadə, Respublikanın xalq artisti, hal-hazırda Dövlət Rəqs Ansamblının bədii rəhbəridir və mən də həmin ansamblda bir rəqqas kimi çalışıram. Dünyanın bir çox ölkələrində Azərbaycan rəqsini təbliğ eləmişəm, ancaq ən qürurverici məqam isə işğaldan azad olunmuş torpaqlarımızda, məsələn, Şuşa şəhərində, Laçın şəhərində ifa etdiyim qaytaq rəqsi, suita rəqsi, Qarabağ rəqsi, yəni bu rəqsləri daha şövqlə ifa eləyirdim. Azərbaycan rəqsində bu hərəkətimiz qartal hərəkəti deməkdir. Torpaqlarımız işğaldan azad olunub, sevinç hissi ilə dağların arasında süzürdük. Azərbaycan rəqsində xüsusi elementlər var ki, daha çətin, daha texnik hərəkətlərdir. Bunlardan biri də barmaq üstündə gəzmə hərəkətidir. Barmaqların dik, hündürdə dayanmağa çalışmalısan ki, barmaq üstündə hərəkətlərin bir sanki qartala bənzəsin. Qartal elə bir ki, gəzir. Onu biz səhnədə canlandırmalıyıq. Bunun üçün xüsusi hərəkətlər eləmək lazımdır, xüsusi qızışmalar eləmək lazımdır. Azərbaycan rəqslərinin müxtəlif növləri var. Solo rəqslər, duet rəqslər, kütləvi rəqslər. Solo rəqslər digər rəqslərə nisbətən daha çətindir. Məsuliyyət sənin üzərinə düşür. Ani bir əl hərəkəti, baxış, mimika, yəni burada çox mühüm rol oynayır. Duet rəqslərdə isə duet ortağına daha çox önəm vermək lazımdır. Kütləvi rəqslərdə əsasən sinxron hərəkətlərə diqqət yetirilir. Yəni, əllər, ayaqlar, kütlə bir yerdə rəqs etməyi bacarmalıdır. Gəlir ki, hər kəs öz məşğul olduğu sənətin zirvəsində olmalıdır və o zirvəni fəth etməyə çalışmalıdır. Arzum budur ki, hər bir kəs sevdiyi, seçdiyi sənətin zirvəsində qartal kimi süzməyi bacarsın.